Deməli, insan, sən nə qədər böyük varlıqsan, niyə öz qədrini bilmirsən? Yaxşı, yığ. Nə olar deyəsən ki, ilahi, mənim 10 dənə evim var. Birin Allaha görə filan məzluma verirəm, filan yetimə verirəm, filan möhtaca verirəm. And olsun Allaha, sən əgər o işi görmüş olsan, Allah sənə elə bir cənnət verər. O tikdirdiyin dünyada binanın 1000 mislini sən ahirətdə verəcək. Sən əgər o dünyada tikdirdiyin kərpicdirsə, Allah qiyamətdə onu yaquta çevirəcək. O binaları, kərpicləri mərcana çevirəcək, daşqaşa çevirəcək, deyəcək, qulum, sən ki mənə görə bir dənə məzluma kömək elədin, yardım elədin, əl tutdun, bu da sənin mükafatın. Allah heç kimin mükafatın bu dünyada etdiyi əməlləri əvəzsiz buraxmaz. Allah səni boş buraxmaz. Allah bizi tutur. Biz özümüz Allah'tan uzaqlaşırıq. Allah bizə şah damardan yaxındır. Allah buyurur ki, qulum gəl. Gəl, sonda tövbə də etsən mən səni bağışlayacağım. Adam var, ömrünün sonuna qədər dilinə tövbə gəlməz. Egosu var.